Salam dostlar, necəsiniz, nə var, nə? Bugün sizlərlə birlikte dostlar. Bugün sizlərlə birlikte Beşiktaş kariyeri eləyəcəm dostlar. Yəni çoxsu yazmışdım ki, dostlar göndəri halına gətirdim və belə bir şey elədim. Yazdım ki, Beşiktaş kariyeri gəlsin, yoxsa yox. Hamı bəziləri hə yazdı, bəziləri yox. En çok hə yazanlar oldu. Onun için de dostlar Beşiktaşlı dostlarımıza bunu eləyirəm. Və dostlar kadromuz belədir. Mən biraz transfer falan elədim. Bəzilərini satdım. Məsələn dostlar Semih Mutsoyu satdım mən. Buradan da görə bilərsiniz. Və dostlar bizə transferlər lazımdır. Məsələn dostlar qapıçı oranı transfer eləyək. Qapıçı 50 milyona. Dostlar mən buradan Rossini ala bilərəm. Rossini qapıya gətirə bilərəm. Diego Costa da var, amma mən buradan yəni kimi alım? Dostlar mən buradan Juventus'un qapıcısını alacağım. Gregorio. Onu alacağım dostlar. 23 milyon təklif eləyək. Baxa gəlir. Və dostlar 23 milyona Di Gregori transfer elədik. Və dostlar bizə sağ bek lazımdır. Sağ bek. Dostlar bir dəqiqə. Ronaldo. Dostlar ben Ronaldo'nu almak istəyirdim, amma Ronaldo yoxdur. Ayda. Dostlar Ronaldo yoxdur. Dostlar 17 yaşında Ronaldo alacağım. Yani onu dostlar Ronaldo Junior kimi görə bilərsiniz. Mən belə eləyim. Ronaldo Junior kimi görə bilərsiniz. Və dostlar Ronaldo Junior, yəni əslində Ronaldo Filho'dur bu. Mən buna Ronaldo Junior demək istəyirəm. Və dostlar sağ bek lazımdır, yenə də sağ bek lazımdır. Rashican'ı satacağım. Buradan kimi ala bilərəm? Dostlar buradan Corona gələ bilər əslində, amma Jesus Corona 14 gözləyin dostlar. 17 milyon təklif elədim. Nə olar gəlsin və Corona Beşiktaş'ın oyuncusudur. Və dostlar bizə sol qanad lazımdır. Bir də sağ qanad. Biz sağ qanadımızı aldıq. Corona. Və dostlar mən buradan sağ bekimizi dəyişdirəcəm. Yəni burada Vinicius Tobias'ı dəyişdirəcəm onun yeri ilə. Və dostlar Muçini satmağa çalışacağım. Gəlin bir oyun oynayaq görək. Transfer gəlir yoxsa Rafa Silva 4 gol attı Rafa Silva. Baxay, Corona sakatlandı. Paço'ya təklif gəldi. Satmayacaq əlbəttə. Ezeli rakibimizə satmayacaq və Corona sakatlandı dostlar. Buradan ve dostlar geldim. Corona burada sakatlandı. Burada Raşit oynayacaq. Ve dostlar sol forvetimiz Əysi idi. Ora bir dənə transfer eləyək. Və dostlar baxay buradan hansı transfer eləyək. Kerem var. Moro var. Raul. Jota Silva var. Mən istəyərdim ki buradan Mudrik'i alaq. Amma 80.6 milyon bütçemiz var.
Deyirəm ki, buradan Mutsi'yi sataq. Ya da buradan Oscar Chamberlain sataq. Burada mən Oscar Chamberlain'i satacağım. 6 milyon euro. Ve buradan da 21 milyon euro geldi. Ve dostlar, biz Mudrik'i transfer eləyək. 14 milyona çox gözəl bir transfer alındı. Ve ilk 11'imize qoyaq Mudrik'i. Ve dostlar, sağ kanadımız var. MO var. Bir de dostlar, mən yedeklerden stoper alacağım. Stoper. Costa var. Alabileceğimiz. Benoit var. Mən Benoit'i alacağım 9.7 milyona və onu da Chelsea'dən aldıq. Və bura qoyaq. Və dostlar, stoper bura qoyacağım. Raşitsa falan. Neyse dostlar, bizi oyunumuz Galatasaray'ladır. Süper Kupa maçıdır dostlar. Ve dostlar 3-2 utduq. Çok güzel. Ve Zire'yle maçımız var dostlar. Zire komandası. Zire komandası. Dostlar, Zire Azerbaycan'ın komandası. Baxa kimdir? 2-0 utduq. Onlar da gözəl oynadılar. Biz də çox gözəl oynadıq. Ve dostlar, biz Svensson kaptandı burada. Muşak var. Mən deyirəm ki dostlar, bəzi oyuncuları sataq, məsələn Fabius falan, Esteves sataq, bu topçunu sataq, Emirhan topçu, sol bekli belə bir oyuncu var, bunu sataq. Və dostlar, mən satacağım. Bir tək Filho qalacaq, çünki yəni Ronaldo Filho, onu Ronaldo Junior kimi görə bilərik. Esteves'də sataq. 15 milyon euro bütçəmiz oldu. Çox gözəl. Və dostlar, biz sağ bek alaq. Jean Mario 14 milyon təklif elədim və gəldi Jean Mario. Və kaptan kim olsun? Rafa Silva əlbəttə. Kaptan Rafa Silva olmalıdır. Kaptan Rafa. Penaltılar Kevin De Bruyne. Serbest vuruşlar Kevin De Bruyne. Adana Demirspor'la maçımız var dostlar. Ve 2-0. 2-0 oldu. Çok güzel. Ve Zire ile maçımız var. Ben istemezdim Zire'ni utaq. Çünkü Azerbaycan komandasından bir üzvüdür. Yani Azerbaycan komandalarından bir üzvüdür dostlar. Onun için de ben onu udmaq istəmirəm. Ama yani Beşiktaş'da istediğini eləyə bilər.
Ayda 2-0, 3-0, 5-0. Heç olmasa 0-0'a qalardıq, 1-0 eləyərdi. Dostlar, Sivassporla maçımız var. Beşiktaş 2-0 Kevin De Bruyne. Və dostlar 100 abunə olduq. Çox təşəkkür edirəm sizə. İnşallah 200 abunə də olarıq. Və dostlar bərabərə qaldıq. Bu deyəsən bunun adı nədir? Hə, İsrail takımıdır. Adını da belə seçmək istəmirəm, amma bərabərə qaldıq. Dostlar, Beşiktaş, Rafa Silva, Mudrik golunu attı. Beşiktaş, Raşitsa, Rafa Silva, Mudrik və Salih Uçan 90+1'də golunu attı dostlar. Və Alanya Sporlu maçımız var. Kevin De Bruyne çox gözəl performans göstərir məncə. Beşiktaş play-off maçıdır dostlar bu. Rafa Silva 2 gol, çox gözəl. Beşiktaş Beşiktaş 3-2 qazandı Trabzonsporu elədi. Yəni Trabzonsporu yəni maçda elədi 3-2 qazandı Beşiktaş. Və dostlar Beşiktaş Avrupa Liqasında da çox gözəl performans göstərir. Və Süper Liqada da çox gözəl performans göstərir. Və Beşiktaş üçün maç işləmləri çəkiliyor deyə bir dənə Avrupa Ligi oyunçuları, komandalar demək istəyərdim. Burada dostlar Qarabağ var. Qarabağ. Dostlar, istəyirsinizsə Qarabağ Rebuldu da gələ bilər, amma siz yəni yazarsınız. Bir dənə dostumuz dostlar Milan, yəni Milan kadrosunu Rebuld eləyim istəmişdi dostlar. Mən onu eləyəcəm. Yəni o dedi ki Rebuld elə, yəni Milan Rebuld elə. Mən də dostlar eləyəcəm. Və dostlar burada yəni gördüyünüz kimi Qarabağın oyunçuları var. Juninho var, Leandro Andrade var, Abdellah Zubir, Marko Jankovic, Yasin Benzia, Julio Romao, Matheus Silva, Kevin Medina, Bəhlul Mustafazadə, Tural Bayramov, Buntic. Və dostlar ulusal kupa maçımız var. Rafa Silva 2 gol, çox gözəl performans göstərir. Alex Valle bu hafta yoğun bir şəkildə antrenman yaptı və genel anlamda +1 kazandı. Bir enerji basaq, %100 eləyək. Korona oynayacaq burada. Hatay Sporla maçımız var. Dostlar Jesus Corona hat-trick elədi. Çox gözəl performans göstərdi. Və Karagümrük ilə maçımız var. Beşiktaş 0-0 bərabərə qaldı. Olsun. Yenə də çox gözəl performans göstərdik. Sabir Svensson gəlsin. Bodrum Sporla maçımız var. Mudrik, Rafa Silva. Və dostlar 3-2 utduq. Mudrik, Rafa və Svensson golunu attı. Çox gözəl performans göstərdik. Eyüp Sporla maçımız var. Beşiktaş, Rafa Silva və Korona golunu attı. Çox gözəl. Fenerbahçe ilə maçımız var. Yəni derbi maçı. 4-3-3, onlar da 4-3-3.
Biz də 4-3. Yəni bizim komandamız onlardan daha yaxşıdır məncə. Yəni onların da kadrosu o qədər də yaxşıdır, amma yaxşıdır məncə də yenə. Və dostlar, Beşiktaş. Haydi Beşiktaş, comeback gəlsin. Dostlar, 3-0 uduzduq. Yəni bu necə ola bilər yəni? Yəni adamlar 3 gol attı. Adam Yusuf En-Nesyri, santrofor heç qolu yoxdur. Adam yedekdən girib qolunu attı. Dostlar, buradan görə bilərsiniz. Dominik Livakovic. Gör nə qədər şut çəkmişik ki, qol olmayıb. İnanılmaz. İnanılmaz. Beşiktaş, Bodrumspor'la maçımız var. Jesus Corona. Haydi Qarabağ uduzdu. Gələn səfər Məncudar Sturm Gazı uduzdu. Avrupa Ligası maçımız var. Sparta Braha, Beşiktaş. Beşiktaş. Salih Uçan, amma Danek golunu attı. Hayda. Beşiktaş. Paça. Corona golunu attı. Beşiktaş Bodrumspor'la maçı var. Al Musrati ve Getson Fernandes yedekten girip golunu attı. Çok güzel performans. Bir de 100% eləyək. Ve Beşiktaş, Rafa Silva, hat-trick gələr. Salih Uçan yine golunu attı. Kim sakatlandı? Badiashile sakatlandı. Udokai onun yerine gelsin. Mario bura gelsin. Bence onun yerine Muçi. Monaco ile maçımız var dostlar. Çok önemli bir maçtı benim fikrimcə. Yani bunu almalıyıq. O kadar güclü kadrosu yoktu yani Monaco'nun. Haydi Beşiktaş, göster gücünü Beşiktaş. Beşiktaş, Beşiktaş. Ay Beşiktaş. Sen kadron axı çox güclüdür. Adamlara bax. Biz 4 dəfə gol pozisyonu yaxalamışıq. Amma gol ata bilməmişik. Onlar sadəcə 50%. Yəni bunlar nətər takımdılar ki, belə ediblər. Biz ondan daha yaxşı takımıq axı. Qarabağ yenə 1-0 uduzub. Ayda 30-cu sıradayıq. Qalibiyyətimiz yoxdur. Bərabərliyimiz var. Corona ve Kevin De Bruyne. Sturm Gaz'la maçımız var. Haydi Rafa. Rafa Silva. 3-0 ama yine Qarabağ uduzdu. Partizan uduzub. O Trabzonspor'da maçı var. Yani o da Avrupa Ligası'nda oynuyor. Salzburg'u 2-0 udub ve 17. sıraya yükseldik. Muçi 74 overall oldu. Rafa Silva hat-trick 17, 64, 29. dəqiqələrdə golunu attı. Və dostlar, Getson Fernandes'e təklif gəlib 21 milyon euroya. Onu dostlar sataq getsin. Ve onun yerine Meo alacağım. Dostlar, Can Uzun Beşiktaş'a yaraşar. Ona göre Can Uzun'u transfer elədim. Ve dostlar, burada yeri olmadığı için Sabek, belə deyək, Destanoğlu belə.
Bir yüzde eləyək bunu. Sağ bek. Stoper. Udoka'yı 10-10'a. Süper Lig Beşiktaş maçı var. Mudrik golunu attı, 2 gol. Çox gözəl performans. Və dostlar, Porto ilə maçımız var. Diogo Costa, yəni Porto'nun əfsanəsi Diogo Costa var burada. Pepe var. Elə bildim Portekizli Pepe'di. Onu bildim. Diogo Costa var Portugalya'dan. Haydi. Beşiktaş 1-0. Ve dostlar 1-0. Beşiktaş udur ama Qarabağ hələ də uda bilmir heç kimi. Udu be. Ama 30-cu sıradadır. Yəni belə olmalı değil Qarabağ. Oo, Braga var burada. Porto var. Biz 9-cu sıradayıq. Burada ən yaxşı takım bilsiz hansıdır? Bir dənə Napoli'dir. Napoli. Mənim gözümdə belədir. Napoli'dir. Qarabağdır, Beşiktaşdır. Bir də Manchester United'dır. Bunlardır yəni. Mudrik sakatlandı. Onun yerinə Muçi oynayacaq. Muçi. Ve dostlar Beşiktaş'la maçımız var. Beşiktaş'la maçımız neydi? Kasımpaşa ile maçımız var. Bu arada dostlar biraz saçmış olabilirim. Yani dostlar siz de yani ben video atıramsa siz de like atıp abone olmağı unutmayın ki videonun davamı gelsin. Yani çox nəfər deyir ki, yəni bu karyerasını elə, bunun karyerasını elə. Yəni mən dostlar bir dənə karyer eləyə bilərəm. Yəni o da bir videoda. Yəni çoxlu karyera eləsəm, yəni bir video izlənməyəcək. Yəni o birisi video izlənəcək, o birisi izlənməyəcək. Ona görə də mən belə eləmirəm. Yəni gündə bir video atıram ki, izlənsin. Və dostlar mən belə gördüm ki, Brawl Stars videosu atanda nədənsə çox izlənir. Hər ikisi 50 izlənmədən üstündür. Yəni mən belə istəyirəm ki, dostlar, bəlkə görürəm də dostlar. Brawl Stars videosu çəkirəm. Mən 2 dəfə çəkdim və çox izləndi. Amma Soccer Champs videosu gələndə nə 30 izlənir, 20 izlənir, 10 izlənir, belə aralıqda izlənir dostlar. Yəni mən belə istəmirəm də. Yəni ona görə də mən yəni əyləncəsinə Soccer Champs videosu çəkirəm. Yəni istəyirəm ki, abunəm artsın. Yəni 200 abunə olub. Və dostlar siz də sağ olun, 100 abunə oldum. Yəni bu mənim ikinci başarımdır. 2 dəfə 100 abunə oldum. O birisi kanalım 100 abunə oldu, sonra bağlandı o kanalım. Yəni nədənsə bir ban yedi. Ona görə də dostlar bağlandı. İkinci dəfə çox sağ olun. Təşəkkür edirəm sizə. Dostlar 4-1 Kasımpaşa'yı utduq. Videonu davam eləyirik və dostlar Brighton'la maçımız var. Haydi Beşiktaş! Gücünü göster Prime Beşiktaş. 3-1 Rafa Silva. Ve dostlar 5-ci sıradayıq. Çox gözəl. Musrati sakatlandı. Onun yerine Can Uzun oynayacaq. Ve dostlar bir dənə 100'lük basaq. Musrati sakat, Mudrik sakat. Ve dostlar Konya Spor'la maçımız var. Beşiktaş, haydi Beşiktaş, Ernest Muçi. Laporte ve Mario golunu attı. Ve Kayseri Spor'la maçımız var. Ernest Muçi. Haydi ki. Ayda. Kayseri'ye uduzduq.
Amma yenə də birinciyik. Bu sezon şampiyon bizik. Bizik şampiyon. Bu neydi? Dostlar, ilk 11'imiz belədir. Yoruma yazarsınız. İlk 11'imiz nətərdir dostlar? Məncə ilk 11'imiz yaxşıdır. O qədər çox zəif komanda deyil də, yəni. Dostlar, mən Emirhan Topçunu satmadım. Amma yenə də qalsın, 26 yaşını var. Mən satacağım. Dostlar, mən buranı fulləyim, gəlirəm. Və dostlar, buranı fulllədim. Genç Akademisini və antrenmanı fulllədim. Amma az qalıb. Ayda dostlar. Çox az qalıb baksımız. Amma yenə də azdır. Bir dağ box, bir çanta box, bir təpə box, bir güruh box, bir buket box, bir demet box. Və dostlar, bunlar var. Ben bunları almamışam nedense. Neyse dostlar. Videomuza yine devam edirik. Kocaeli Spor. Haydi Beşiktaş. Jesus Corona. Yine gol attı. Yine gol attı. Qarabağ görmürəm burada. Qarabağını. Ay, Qarabağını. Qarabağ. Hanı? Qarabağ neçənci sıradadır? 32 mi? 32 nədir? Qarabağla maçımız var. Qarabağ. Dostlar, mən buranı nəsə zəif eləyəcəm. Çünki dostlar, Beşiktaşlılar əsəbləşməsin. Çünki mən istəyirəm ki Qarabağ olsun, yəni onun heç Muçi belə Rafa gözləyin dostlar, can uzun. De Bruyne ayda. Ha belə. Belə daha yaxşıdır. Haydi Qarabağ uç. Sizə vermiş oyunu. Ve dostlar, Abdullah Zubir 2 gol, Julio Romao 2 gol, Leandro Andrade 1 gol. Yəni dostlar, belə elədim. Məncə çox əladır. Çünki qardaş ölkəmiz, yəni qardaş ölkəmizdə yəni Beşiktaş, burada da Qarabağ var. Yəni hər ikisi də qardaş ölkə olduğu üçün. Yəni Beşiktaş ona nisbətən daha güclüdür. Onun üçün də mən belə bir şey qərarı aldım. Bəziləri əsəbləşməsin. Bunu fulliyə belə eləyək. Normal. Öyle belə. Belə. Rafa. Santrofor Rafa. De Bruyne, Mario, Rashica, Corona, Muçi. Adana Demirspor'la maçımız var. Ernest Muçi ve Rafa Silva golunu attı ve birinci sıradayıq dostlar. Bu video nedense çox yəni çox dəqiqələri olacaq. Yəni məsələn 40 dəqiqəlik ola bilər. Qarabağ hardadır? Ay, yenə Qarabağ yoxdur. 1-1 Brighton'la bərabərə qalıb. Qarabağımız hardadır? 24-cü sırada. Məncə qruplardan çıxar, amma play-off nəymiş? Yəni eləmə turunu oynaya bilər, yəni. Mənim fikrimcə elə olacaq. Qarabağ 24-cü sıradadır hələ ki. Və Rashica sakatlandı. Onun yerine Corona, bir dəqiqə dostlar, mən belə eləyəcəm. Normal. Corona yox, can uzun. Onun yerine oynayacaq. Muşati sakatlanıb. Sivasspor'la maçımız var. Rafa Silva, Corona. Və Rafa Silva 4 gol attı. Onu təbrik eləyirik.
Və dostlar, mənim amacım Avropa Liqasını qazanmaqdır. Və dostlar, Mudriklə Al-Musrati sonunda, yəni sakatlıqdan qurtula bildi. Can uzun. Musrati, Mario belə. Gözlə dostlar, belə. Can uçan burada. Mudrik də burada. Finho belə oynayacaq. Sağ 5-də Filho. Yəni Ronaldo Junior. 5-0, 6-0. Ronaldo, Finho oyuna çıxıb, yəni Ronaldo Junior bizim taktığımız adla oyuna çıxıb onu görəcəm. Ronaldo Filho 11 oyuna çıxıb, bir asist eləyib. Yəni daha da asist, gol ata bilərdi. Və dostlar, 4-1 şahqarı elədik turda. Dostlar, nədənsə bu oyun neymişi, bu videoda danışa bilmirəm. Üzürlü sayın, çünki biraz nəsə adamı həyəcan hissi gəlir. Onun üçün də dostlar, məni bağışlayın. Və dostlar, Valensiyanı utdu Qarabağ. 1-0 qalibiyyətlə Valensiyanı utdu. Avropa Liqası qazanmış komandanı utdu. Çox gözəl. Qarabağ arada neçən sıradadır? 20. Məncə qruplardan çıxıb. Və dostlar, Alanya Sporla maçımız var. 4-1. Rafa Silva və Ronaldo Filho 86 və 88. Oyuna girib golunu atdı. Və dostlar, Beşiktaş birinci sıradadır. Paço 81 olub. Raşitsa. Sağ bək belə. Uçan. Ersin Destanoğlu nəsə yedəklərdə qalacaq. Beşiktaş və Trabzonspor maçı və Rafa Silva bir golla Beşiktaşı önə çıxardır. Və dostlar, birincilik Qalatasarayla bərabərə gedirik. Və dostlar, Qalatasarayla maçımız var. Hadi Beşiktaş. Beşiktaş 0-0 bərabərə bitdi. Yenə də olsun. Dostlar, Badiyaş ilə 79 oldu. Mudrikdə 80. Məncə çox gözəl bir takımımız var. Siz də yorumlara yaza bilərsiniz. Hatay Sporla maçımız var dostlar. Beşiktaş vs Hatay Spor. Korona və Rafa Silva'nın golü ilə Hatay Sporu utduq. Və Hatay Spor'da məğlub oldu. Romario 79 overall oldu. Amma yenə də 29 değildi. Yoxsa mənə mi elə gəlir? 79 da dostlar. Elə deyilmi? Romario 34 yaşında 79. Yəni artması, yəni 79 olması. Bəlkə biz görmədik, amma Can Uzun 85 və 90 artı 3'də golunu attı. Genç yetenek. Karagümrük Sporla maçımız var. Beşiktaş. Beşiktaş. O 1% dostlar qalıb. Gözləyin gəlirlər. Nəsə pult düşdü yerə, amma olsun. Zarat qurtaracaq dostlar. Gəldim. Və dostlar, son anda taxıldım Zaratkanı. Dolurmu? Bəli, dolur dostlar. 3-0 uduruq. Bir dəqiqə. Qarabağanı
Dostlar, Qarabağını uduzub bəlkə də ola bilər. Və dostlar, Beşiktaş Rennes maçı izləyirsiniz. Korona hat-trick elədi. Korona 80 avroluk oyuncumuz hat-trick elədi. Rafa Silva 46 gol, 17 asist. En iyi oyuncu ödülünə sahip oyuncumuz, en değerli oyuncumuz odur indi bu dəqiqə. En çox asist edən Mudrik'dir. Mudrik hardadır? Mudrik 10 gol, 17 asist. Ronaldo Junior'a baxaq. Yəni Ronaldo Filio'ya. 13 maçda 2 gol, 1 asist eləyib. Çox gözəl bir performans göstərib məncə. Çox gözəl performans göstərib məncə. Mənim fikrimcə və Bodrum Sporla maçımız var. Beşiktaş vs Bodrum Spor. Rafa Silva 2 gol attı. Çox gözəl. Şampiyonlar Ligi, Avrupa Ligasına Rennes'lə qarşı-qarşıya gələcəyik. Beşiktaş 5-0 Eyüpspor utdu. Dostlar, Napoli gruplardan çıxdı. Bologna çıxdı. Nice utdu. Sporting çıxdı. Wolfsburg çıxdı. Manchester çıxdı. Monaco çıxdı. Və Rennes'lə yeni maçımız var. Haydi Beşiktaş, gücünü göster Beşiktaş. 4-1, 5-1 Mudrik ve Can Uzun ve Al-Musrati'nin golüyle. Ronaldo Junior 69 overall olub. Ona 7 nömrə verəyib. Ayda Raşitsa 7 nömrədir. Raşitsa'ya neçə nömrə verək? 17 nömrə verək. 17'də kim var? Kevin De Bruyne. Kevin De Bruyne'dən ala bilmərik. 4 yox ola bilməz. 4 taxmaz. Evet. 13 geyin desən. Ronaldo Filio'ya 7 verək. Raşitsa'ya 9 nömrə verək məncə. Raşitsa'ya 9 nömrə yaraşar. Beşiktaş. Haydi Beşiktaş. Göster gücünü ama yine bərabərə. Yine bərabərə. Eyb yoxdur. Canuzun 75 overall olub. Kocaeli Sporu udduq dostlar. Udduq. Al-Musrati 2 gol. Çox gözəl performans. Haydi şampiyon olaq. Haydi Beşiktaş. Korona, Badiashile, Rafa Silva. Yani Rafa Silva dostlar alın takımınıza. Qoyun santroforu atsın da gol bu adam. Gol atmaq istəyir də, özünü tuta bilmir bu adam. Beşiktaş. Trabzonsporla maçı var. 0-0 bərabərə. Ev yox dostlar, Trabzon udacaq. Rahat olun dostlar, siz Nice'la maçınız var. Leopold 79 olub deyəsən. Leopold anı 77 olub dostlar. Çaşdım mən. Mən maraqlıdır ki, adam sakat ola nə tür overall ata bilir. Mən maraqlıdır, o çatmadı mənə. Neyse, Nice'la maçımız var. Haydi Beşiktaş. 2-1. Korona ve Badiashile. 80'de hiç. Galatasaray'la maçımız var. Son 5 oyun. Rafa Silva. Ayda 1-1 bərabərə. Eyb yoxdur. Yenə də şampiyon biz olacağıq. Trabzonsporla maç var.
Rafa Silva. Bu adam santrafora qoyun. Və 2 dəqiqə ərzində sizə qol atacaq. Həqiqətən bir dənə oyunçudur da. Alın qoyun santrafora. Sizə qollar atsın nə qəşəng. Və dostlar, haydi Beşiktaş. Nice maçınız var Beşiktaş. 61-ci dəqiqədə Rafa Silva'nın golü ilə. Yüzlük basaq. Haydi Gaziantep'i udarıq. Rafa Silva hat-trick elədi. Beşiktaş Jean Maria Milotrakica. Gözləyin dostlarım. Buranı skan eləyim. Məncə də eləməyim. Ya da eləməyim dostlar. Bu arada Beşiktaş 4-3 ulduzluymuş. Onu yeni gördüm. Napoli ile maçımız var. Napoli utsaq çox halı olardı amma. Amma udacağıq da dostlar. Haydi Beşiktaş, haydi Beşiktaş. Ev yoktur Rafa, canın sağ olsun. Bunlar Lukaku'ya transfer ediblər, yoxsa? Əvvəldə var idi Lukaku. Kvara burada da oynuyor. Aslında PSG'de oynamalıdır. Bu əvvəlki sürümdür dostlar. Yəni dostlar, onun üçün əvvəlki sürümdə olan oyuncular, yəni mən əvvəlki sürüm yüklədiyim üçün əvvəlki sürümdə olan oyuncular yəni yoxdur da, yəni məsələn təzə oyuncular gəlir. Məsələn belə bir oyuncu deyim. Məsələn Azərbaycandan Maliş deyə futbolçu gəlir. Məsələn 16 yaşında Qarabağda oynayır və ilk 11-dədir. Amma yəni gerçək həyatda, yəni yeni sürüm neymiş? Yeni sürümdə yəni o oyuncu olur, amma keçmiş sürümdə o olmur. Yəni məsələn əvvəlki takımına qayıdır. Məsələn Kvara'da PSG'də oynayır. Amma Napoli'nin əvvəlki oyuncusudur. Haydi Beşiktaş, Konyaspor'la maçı var. Haydi Beşiktaş və 81-ci dəqiqədə Rafa. Napoli. Sıkıntı. Belə eləsəm. Haydi Beşiktaş. Alınmadı. Napoli uduzdu. Uduzduk da dostlar, uduzduk. Aga be. Manchester United ve Napoli'nin oyunu görəcəyik biz. Ama yarı finalda uduzduq. Ev yoxdur. Beşiktaş Kayserispor maçı ve yine Rafa Silva. Rafa neçə gol atıb və gol krallığında var. Gol krallığı yenə dondu ya bu telefon. Korona 7 golla 7-ci sıradadır, amma yoxdur yəni. Rafa yoxdur. Kayserispor'la maçımız var. Finaldayız. Rafa Silva. 3-0. Hamımızı da aldıq. Evimizə götürürük. Və Juventus
Juventus. Qəribə bir final anındı. Və dostlar, o qurtardı. Dostlar, görək Dünya Kupasını kim alır? Portuqaliya 1-0 utdu. Argentina 5-0, Uruguay 1-0 utdu. İspanya utdu. İngiltərəsiz baxın mən deməyim. Məncə dostlar, buradan İspanya çıxacaq, Portuqaliya çıxacaq, Braziliya çıxacaq. Ayda. Heç biri alınmadı, heç birini izləmədim. Qəribə final alındı. Məncə İngiltərə alır. Hollanda, Almanya. Hollanda, Almanya. Hollanda. Şimdi Almanya aldı. Qəribə bir oyun alındı ama. Yəni gördük də. Və dostlar, oyunumuz qurtardı. Sezon qurtardı. İlk dəfə 46 dəqiqə videosu çəkdim. Dostlar, kanalıma abunə olmağı, like atmağı və yoruma yəni video yaxşı olub ya da pis olduğunuzu yazmağı unutmayın. Sevinirsiniz. Kylian Mbappe kazandı, Courtois kazandı ve Erling Haaland yılın oyuncusu ödülü seçildi. Yani Ballon d'Or aldı. Ve dostlar, bu da bizim kadromuz. 3 kupa kazandık neydi? Bəzən dostlar olabilir, danışa bilmədiyim saniyelerde olabilir. Saniyelerde neydi? Neyse dostlar, oraya çok kulak asmayın. Ve dostlar, Beşiktaş rebuildumuzu qurtardıq. Ve dostlar, başka rebuildlar istəyirsinizsə kanalıma abone olmağı, like atmağı ve aşağıdan dostlar mənə yorum yazmağı unutmayın. Sevilirsiniz. Sağ olun.